Hər vaxtınız xeyir olsun, xoş gördük hər birinizi. Bugün Milli Məclisdə müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı müzakirələr aparılmışdır. Müzakirələr zamanı bir sıra təkliflər irəli sürülmüşdür. Mən indi sizə həmin təklifləri qısaca olaraq çatdıracağam. Təkliflərimizə keçməzdən öncə sizə qısa bir xatırlatma edim. Belə ki, xatırlayırsınızsa 2021-ci ildə müəllimlərin sertifikatlaşdırma prosesi yeni başlayanda biz sertifikasiya nəticələrinə əsasən müəllimlərin əmək haqqlarının diferensial artımı ilə bağlı öz iradlarımızı bildirmişdik. Və bu məsələdə sağ olsun hörmətli millət vəkilimiz Vüqar Bayramov və digər bir sıra təhsil mütəxəssisləri bizim səsimizə səs vermişlər. Amma təəssüflər olsun ki, artıq 5 ildən artıq müddətdir ki, yenə də 30 bal alan müəllimlə 50 bal alan müəllimin əmək haqqısında eyni artım həyata keçirilir. Mən bir daha buradan Elm və Təhsil Nazirliyinə müraciət etmək istərdim ki, hörmətli nazirlik nümayəndələri, hörmətli cənab nazirimiz 50 balla 30 bal toplayan müəllimin əmək haqqısının hər ikisinin sadəcə 10% artırılması hesab edirəm ki, doğru yanaşma deyil. Yəni bizim təklifimiz nədən ibarət idi? Biz deyirdik ki, 30 bal ilə 39 bal arası toplayan müəllimlərimizin əmək haqqısını 10%, 40 daxil 49 bal arası toplayan müəllimlərimizin əmək haqqısını 25%, 50 də daxil 60-a qədər olan müəllimlərimizin əmək haqqısını isə 35% artıraq hesab edirəm ki, bu müəllimlərdə motivasiyanı, yəni rəqabət mühitini daha da canlandıracaq, formalaşdıracaq. Gəlin səmimi olaq ki, bugün 30 bal toplayan müəllimlə 50 bal toplayan müəllimin əmək haqqısına eyni artımı etdikdə müəllimlər o qədər də həvəsli olmurlar ki, yüksək bal toplasınlar. Deməli, bugün Milli Məclisdə hörmətli millət vəkilimiz Vüqar Bayramov belə bir təkliflə irəli çıxış edib ki, imtahan mərhələsində 30-50 bal toplayanların əmək haqqısının 10, 51-60 ballıq nəticə göstərənlərin maaşının isə 35% artır. Daha çox təhsil verənin sertifikatlaşdırmaya cəlb ediləcəyini nəzərə alaraq bu qaydaların daha dəyişdirilməsi məqsədə uyğundur. İmtahanlarda 51 baldan deyil, 80%-dən daha çoxunu toplayanların maaşının sonuncu pillə, yəni 35% artırılması uyğun olardı. Bu halda 48 və daha çox bal toplayan müəllimlərin də maaş artımları 35% olar ki, bu da sözü gedən sektora əməyin daha yaxından qiymətləndirilməsinə imkan verə bilər. Hazırda 48-51 bal toplayan müəllimlərdə əmək haqqı artımı 35 deyil, 10%dir. Burada 51%, 51-i düzgün qeyd eləməyiblər. 51 bal toplayanlar 35%dir. Mövcud qaydalara 83%, yəni 50 bal toplayan müəllimin maaşı 10%, cəmi 1 bal toplayanlarda isə 35% artım olur. Beynəlxalq qiymətləndirmə standartlarına uyğun olaraq 80%-dən daha çox nəticələr göstərənlərin maaşları 10 deyil 35% artırılması məqsədə uyğundur. Mən onu da qeyd edim ki, bir dəfə cənab nazirlə bu barədə müzakirəmiz oldu. Mən bildirdim ki, yəni müəllimlər şikayət edirlər, narazıdırlar ki, 50 bal toplayan müəllim nəyə görə deməli 10% əmək haqqı artımı nəzərdə tutulmuşdur. Cənab nazir qeyd elədi ki, bizim əsas məqsədimiz ondan ibarətdir ki, müəllim birinci növbədə öz ixtisası üzrə tam yazsın, yəni minimum 50 sualın 50-sində qeyd eləsin, heç olmasa bir sualda kurikulumdan yazsın ki, yəni bu halda biz müəllimi 35% əmək haqqı artımına şamil edək. Bir də onu qeyd etmək istərdim ki, bugünkü müzakirələr zamanı Vüqar Bayramov da qeyd etmişdir ki, mövcud qanunvericiliyə əsasən sertifikasiya imtahanlarından 3 dəfə uğurlu keçmiş müəllimlər artıq 4-cü sertifikasiyaya cəlb olunurlar və Vüqar müəllim qeyd etmişdir ki, gəlin bu 3 dəfəni 2 dəfəyə indirək. Yəni müəllim əgər 2 dəfə sertifikatlaşdırma imtahanlarında iştirak edib uğurlu olubsa, artıq həmin müəllimin əmək haqqısını, həmin müəllimi bir dəfəlik sertifikasiyadan azad edək. Sizlərin fikirləri bizim üçün çox dəyərlidir. Xahiş edirəm, rəylərdə fikirlərinizi bildirin və videonu maksimum bəyənib paylaşın ki, biz müəllimlərin səsi daha geniş auditoriyalara çatsın və ümid edirəm ki, sertifikasiya prosesində olan çatışmazlıqlar zamanla aradan qalxacaqdır.